Hər kəsə salam, mən Fidan. Bu gün sizlərlə birlikdə mənim ilk YouTube videomu çəkirik. İndi mənim haqqında merak edilən suallar mən buraya yazdım. İndi birlikdə buradan baxaraq cavablayacağam. Başlayaq. Birinci sualınız adım və soyadımdır. Adım Fidandır, soyadım Eldarovadır. İkinci sualınız yaşım. Yaşım, bunu ilim tariximlə dedim. 2010, 27 mayda doğulmuşam. Əkizlər bürcüyəm. Bürcümü də tamamilə yansıtdığımı düşünürəm bu arada. Ona görə neçənci sinifdə oxuyuram? 9-cu sinifdə oxuyuram. İmtahan balımı da sorarsa deyimdən deyim. 140 bal yapmışam. Amma nəticəmin qətiyyən qarşılığını almadım. İnşallah bir gün alaram. Məqsədlərim nədir? Məqsədlərim nədir sualı böyük ehtimalla şeydir. Məqsədim nədir? Hansı peşəyə yiyələnmək istəyirsən? Mən dizaynerliyi peşəsinə yiyələnmək istəyirəm. 5-ci qrup üzrə hazırlaşıram. Moda dizaynı özdə. İndi bu necə gəldiyinizə deyəcəm. Yəqin uşaq vaxtı hamı Wings Club-a baxıbdır. Qızlar daha çox deyəcəm. Mən ora baxarkən həmişə Stella olmaq seçmişəm və Stella da tam orada moda qızı oldu. Moda ikon oldu da. Mən uşaqlığımdan hər zaman artıq həm rəsmi bilirdim, həm tikməyi bilirdim. Barbie'lərimə, hətta mənim uşaqlarda Barbie setim var idi. Hamısı paltar tikirdim də. Yəni uşaq vaxtından Stella olmağa qərar vermişəm. Bu böyle bir şeydir. Nəysə, ona görə moda üzrə gedirəm. Məqsədim moda dizaynıdır. Böyüyüb öz yerimi açmaq və öz defiləmi keçirməkdir. Keçək o bir suala. Ailədə necə üzürsünüz? Ailədə necə üzürsünüz? 5 nəfərik. Atam, anam, bacım, qardaşım və mən. Bacım məndən 1 yaş kiçikdir. Qardaşımsa 9 yaşı var. 4-cü sinifdə. Keçək. Ən sevdiyin aktivitə? Təbii ki, ən sevdiyim aktivitə alışveriş etmək. Makyaj, çantalar, rəngli paltarlar. Bir də mənim hobilərim çoxdur. Amma ən çox sevdiyim rəsm çəkməkdir. Rəsmi çox sevirəm. Haçan bəlkə olursam əlim rəsmə keçir və hər bir seçdiyim rəsmlərdə, yəni indi rəsmlərimi göstərəcəm bir qısasını. Benim belə bir eskiz dəftərim var. Mən bura dərsdə olanda çəkirdim çox. Bir də belə bir şeyim var mənim. Adı nə deyirlər buna? Hayal panom var. Bu arada buna inanıram bu arada mən artıq. Çünki burada iPhone koymuştum və Pandora koymuştum. iPhone'u bu il aldım. Pandora'nı da 2 sənəli aldım. Pandora buradadır. Belə. iPhone-da bu dəqiqə çəkiş iPhone-u eləyirəm. Onca buna inanıram. Keçin rəsmlərimi sizə göstərəcəm. Sevdiklərimin məsələn beləsi var. Buna çox uşaqsadır biraz. Çünki dərsdə 5 orada bilər. O andan da bunları çəkirdim. Sonra bəzilərini xoşuma gəlməyə göstərməyə bilərəm. Burada özüm var, özümü çəkməyə çalışmışam. Mean Girls-a baxa bilərsiniz. Aha, sonra məsələn bu şəkil məncə hamı Pinterest-də gördü, Pinterest girl'lar. Aha, beləsi çox şəkil. Gəli o suala, ən sevdiyim rəng, o sual bilirdim. Ən sevdiyim rəngi soruşmusunuz. Ən sevdiyim rəng, mən rəng skalasını seçmirəm. Çünki həm dediyim kimi həm rəsmə marağım olduğu üçün, həm də rəngləri sevdiyim üçün. Amma qaranı sevmirəm. Qara rəngi nifrət edirəm. Qara rəngi heç bir paltarım yoxdur. Sadəcə bir dənə şalvar var. Bu qədər. Qara rəngi nifrət edirəm. Məni ən sevdiyim rəngə sorsanız, bütün rəngləri sevirəm, amma ən sevdiyim rəng ağdır. Həm ağ mənim üçün təmizlik, həm saf, həm də nə bilim, qara bədbin itməyə görə. O bir sual olaraq da ən sevdiyim filmi soruşmusunuz. Böyük ihtimal bunu şey üçün soruşmusunuz. Mən bir dəfə vloglarımın hansısa birində filmi baxırdım ona görə. Ən sevdiyim film, İngiliscə soruşursunuzsa 3 dənədir. Mean Girls, Cruella və bir alışveriş kolinin günlüyü var. O da çox maraqlıdır. Bir də ayda, çünki adı yazmanızı da amma tarif edəcəm, tapa bilsəniz baxarsınız. Ya da şəkilini bura qoyacağım. Bu çox maraqlıdır. Buna baxa bilərsiniz. Çox övürəm, çox maraqlıdır. Sonra gold mu, silver mu deyə soruşmusunuz. İndi bu sual, mən gold qadınıyım. Sən sevərsin, sevməzsin, beni ilgiləndirməz. Goldu çox sevirəm. Bütün aksesuarım golddur. Bəziləri silver ola bilər. O da uşaq vaxtı seçmirdim deyə ona görə taxırdım. Keçək bir suala. Dırnağımı necə uzatmışsan? Bu sualı yorumlarda soruşmuşlar. Dırnağımı necə uzatmışam, ona danışsam sizə. Burada dırnağım biri qırıldı. Həmişə elə olur bu arada. Nəysə, dırnaqlarımı necə uzatmışam? Bu arada öz dırnaqlarım da taxma deyil. Dırnaqlarımı necə uzatmışam? Əslində heç bir şey uygulamıram, yalan deməyəcəm. Sadəcə həftədə bir də klik alıram və dib ətlərini götürürəm, bu qədər. Amma belənsi bu var. Bu. Evelyn markası. Amma bunun fake'i də var, orijinal var. Gidin orijinal alın, Oliva'dan alın. 5 manat olmadı, 4 manat qəpikdə. Bu çox yaxşıdır. Bu həftədə bunu bir də şey bilsin edin. Bunu hər dəfə vurub belənsi üstünə bir getməyin də. Çalışın, bunu vurun.
bu 3 gün qalsın. Məsələn, tam bazar günü simdiniz. Sim sıxandan sonra bunu vurun. Sonra bu 3 gün qalsın. 3-cü gün, həftənin 3-cü günü bunu silin. Sonra üstünə bir də gedin. Çünki bunun üstünə vuranda heç bir xeyri olmur. Yəni bir də dırnaqlar nəfəs almalıdır. Yəni arada astonla silin onlar ki, nəfəs alsın dırnaq. Sonra bir suala. YouTube kanalı açmağa necə qərar verdin? Bu sualı əslində çox məntiqsiz sualı. YouTube kanalı açmağa necə qərar verdiyimə gəldikdə, yəqin ki, hamı ya da heç olmasa məni izləyənlərin, bəlkə bu videonu izləyənlərin bir %80 falan Ecrin Soban tanıyır. Mən Ecrin hayranıyım. Özü də bayağı dibinə kimi. Ecrin çox sevirəm. Hətta bir ara fake hesab açıb Ecrin üçün YouTube videolar edit edirdim. Ecrin çox sevirəm. Bir də qızı örnək alıram. O ki, Ecrin çox sevirəm. Yəni ona baxaraqdan dedim ki, mən YouTube kanalı niyə açmıyorum dedim və YouTube kanalı açdım. Sadəcə mən türkcə açacaqdım. Dostlarım falan dedi ki, "Fidan yox, Azərbaycanca aç" falan dedi. Ona görə bu video dostlarımın sayəsində yükləyirəm. Yəni bu üç videonu yükləyirəmsə, bir dostlarımın sayəsindədir. Ən başda da Leyla, Səbrə və Məryəm. Böyük tərəfdaş. Bir də Sevda. Bu 4 qız mənim böyük tərəfdaşlarımdır. Lotus Dog'a şeyimi soruşmusunuz, hobbimi soruşmusunuz. İndi Lotus Dog'u necə sevirəm? Lotus Dog'a ilk çıxanı mən getdim 2 rəngini aldım. Biri çəhraydı. Bu yazıq rəhmətə gəldi bu yaxınlarda. Bu dişlər qırılıb. Dişlər, hə. Bununla başladı. Buna 5 manat pul verdim mən gedib ilk başlarda açılanda, çıxanda. Sonra getdim belə. Allah, bir dənə al. Gördüm ki 20 dənə Lotus Dog'u yığmışam. Neyse, devamı da gələr yəqin. İnşallah. En sevdiğim YouTuber soruşmusunuz. Bunu bayaq cevabladım. Ecrin Soban. Bu kadar. Ama bakın biz yine de YouTuber olarak Ecrin Soban'ı sevirəm beləndə izlədiklərimdən. Ama yok, eğer sorursanız ki başka YouTuberlar var. Yemək yerkən baxdığım tək kanal Həyat Sandık izidir. Yemək yeyəndə baxıram çünki iştahım açılır. Yəni o maraqlıq. O kanalı çox sevirəm. Başka da baxdığım kanal Orkun Şırtmaq. Hə, Orkun'u çox sevirəm. Onun videolarına baxmağı çox sevirəm. Ama başka bir YouTuber yoktu. Yok, 3 tane. Orkun, Abdi Məryəm Can'ı da sevirəm. Heç kim onu sevirəm, amma mən sevirəm. Sevməyənlər ola bilər bizim bəlkə, amma mənim əhatəmdə bəzi qızlar sevmir onu. Yazıbdı ki, gloss önərir misin? Mən gloss sevirəm. Bu arada gloss çox sevirəm. Bu səbəb vurmamışam amma. Çünki hava istidir. Hava istidir, onda gloss vurmaq istəmirəm. Bütün yapış olur, əriyir dolağımı. Amma biraz gloss önərsəm, sizə L'Oreal'ın müadili olan bu gloss önərirəm. Bu şəkil indi bura qoyacağım, siz gedib tapsız alarsınız. Rossmanda olur. Uyğun qiymətə də Rival'ın bütün glosslar uyğun qiymətə də gedib ala bilərsiniz. Çox qəşəngdir bu. Videom bu qədər idi. Sizi sevirəm. Ümidvaram videomu bəyənmisinizdir. Öpüldünüz. Bay bay.